Herkese selam, kanalıma kanalımıza hoş geldiniz. Ben Asim. Bu günler yeniden yeni bir videodan karşınızdayım. Uzun müddettir video atmırdım. Bu uzun müddet dediğim aslında təqribi 4 gün falandı. İşte daha azdı bilmirəm. Video atmamamın səbəbi o idi ki, gün ərzində çox da cöməlli bir şey eləmirdim. Sadəcə hazırlıq dərslərini yazırdım, hazırlıqlara gedirdim və videolar maraqsız olurdu. Yəni cöməlli bir şey çəkə bilmirdim. Çəksəm belə editləyəndən sonra maraqsız olduğunu görüb silirdim, paylaşmırdım. Bu günləri də medal verməyə gedirik. Amma Olimpiyadasının medal vermə mərasimi var bu günləri. Bakı Avropa məktəbində keçiriləcək. Oraya gedəcəyik. Hal-hazırda saat 7-yə qalır 6 dəqiqə. Saat 6-da oyanmışam. Bayaqdan denəm üzümü yudum, əynimi dəyişdim. Ondan sonra təqribi bir 10 səfədik falan artıq videoya giriş verirəm. Neyse. Oturum bir dənə yemək yiyeyim, ondan sonra da ki, vaxtın gəlməsini gözləyərəm böyük ehtimalla. Elde biləcək başqa bir şeyim yoxdur. Saat təqribi 9-un yarısı, 9-a işləmək üçün falan məktəbin qabağında uşaqla görüşüb getməliyik. Bu cür çox da belə məncə başqa deyə biləcək bir şeyim yoxdur. Bir də bunu deyim, bundan əvvəl də düzdür demək olar hər videomda demişəm, amma qoy indi də deyim. Bundan sonra artıq çalışdığım qədər hər gün də olmasa indi arada bir gün falan boşluqda ola bilər. Bir dənə uzun video, uzun vlog atmaq istəyirəm. Bir də kısa video atmaq istəyirəm. Kısa video ola bilər, vlog olsun, ola bilər, başqa tipli bir video olsun. Ən azından kısa bir video olsun. Yəni həm YouTube'a, həm Instagram'a, həm TikTok'a, yəni short qismində də, shortda, reel qismində falan da gündə bir dənə artıq orada çalışdığım qədər fasilə verməyəcəm, hər gün atacağım. Uzun videoları yenə də çalışdığım qədər hər gün atacağım. Prosta indi ola bilər ki, arada bir gün falan video gəlməsin. Bu da indi normaldır çünki elə olur ki, vaxt falan olmur video çəkməyə və yaxud da editləməyə. Bir dənə də mikrofon vurmuşam. Bundan əvvəl bəlkə bir həftəmi, 10 gün əvvəl çəkdiyim videoda demişdim. Bəs bir dənə mikrofon vurmuşam. Mikrofonumu gətirmirlər, gömrükdə saxlayıblar. Gətirin mikrofonumu, ehtiyacım var. Neyse, sözü çox uzatmayayım, gedim bir dənə təzbazar yeməyi hazırlayayım, yiyeyim. Prosta nə yiyəcəyəm, qram bir fikrim yoxdur. Hal-hazırda evdən çıxmışam, gedirəm uşaqla görüşmək üçün məktəbin qabağına. Bayırda hava çox qəşəngdir. Nə soyuqdur, nə istidir. Ortada bir şeydir və bu çox ləzzətlidir. Zarafatsız, həddən artıq çox ləzzət eləyir. Neyse. Axır vaxtlar zarafatsız hava çox bombadır. Niyəsini bilmədiyim dərəcədə çox ləzzət eləyir mənə. Belə səma açıqdır, sonra buludlar falan. Günəş də özü üçün fırlanır yuxarıda. Nəsə, başım gəlir axır vaxtlar havadan. Danışmalık çox bir şeyim yoxdur. Ona görə indi söndürürəm kameranı, birazdan açaram və papağım nətərdir. Qulaqlarım qalıb bayırda. Krallar çatdıq təqribi olan yerə. Təqribi yarım saat gecikmişik. Taksi vurduram Binəqətdən. Götürmürlər də, götürsələr də 20-25 dəqiqə gəlməklərinə vaxt gedir deyənə atminit eləyirəm. Bir dənəsi Höysandan götürüb yarım saat o 40 dəqiqə mənə göstərirdi. Atminit elədim. Bəs sonra hesabım bloklandı ki, çoxlu gediş ləğv eləmişsən. Mən bunu eləyərəm də, ləğv biri götürür Höysandan, biri götürür gic yerlərdən, boş yerə nə bilə vaxt gedir. İçəridə indi medalların verilməsini gözləyirik də. Məsələn, çatdırdıq o festivalar üçün medalların verilməsinə. Bu cümlədə və burada sertifikat da aldı. Burada 182 yazılır. Neyse, nə bilir. 182 zarafatsız, amma da dəyanət falan hamısı keçirlər. Bu cürlə. Ümid Uluzadə, Bəhmən Şükürov, Mirmehdi Əzizli, Rəşad... Deməli, hal-hazırda Binəqədiyə qayıtdım və Bakı Avropa məktəbində heç nə tikə bilmədim cöməlli, zarafatsız. Çünki onsuz da gecikmişdik biz. Tezbazar içəri girən kimi, bəs soruşlar nə almışsınız? Dedik qızıl medal. Bizi test sıraya düzdülər. Sırada bir dənə video çəkə bildim. Onda da heç bilmirəm, mənim sesimi eşitdiniz yoxsa yox. Sonra medalımızı aldıq. Getdik müəllimin yanına. Biraz söhbət falan elədik, oturduq. Dolma yedik. Ondan sonra da söhbətə dağılışdıq, yəni çox qalmadıq. Bundan əvvəlki medal vermə, Qokun medal verməsi idi.
orada daha çox olimpiyada olduğuna görə içəridə daha çox qalmışdıq və düzəməlli video çəkə bilmişdim də. Burada ama bir dənə medal alırdıq. O da medalı aldıq. Sonra Sasmon prezidenti var idi. Sonra deyəsən başqa bir dənə də qaqaş var idi. Prosta tanımadım kimdir. Və şəkillərini bura qoyaram da. Onlarla bir dənə şəkil çəkdirdik. Всё, başqa da içəridə heç nə eləmədik. Ondan sonra da təzədən obratına qayıdanda taksi vurdıq, qayıtdıq bu cürünə. Və bayır istedi kurtkan falan soyunmuşam. Sertifikat əlimdədir. Sumkaya qoymadım ki. Oy zibi. Sumka deyəndə bir aydınlanma yaşadım. Bəs deyirəm biz dolma yemişik falan. Neyse uşaq pişirib gətirmişdi. Bir dənə də çəkiz falan var idi də. Kulokdaydı. Uşaq getdi, biz qaldıq, bunu yedik. Sonra qabı falan mən götürmüşdüm. Sumka falan dedim, yadıma düşdü ki, mənim əlim boşdur elə bil. Yüngüllük var mənim sumkamda. Bir dənə don qədər ki, bəs kuloklar qaldı maşında. Amma kulokları da arkaya qoymuşduq, mən qabaqdaydım da. Qram ağlıma gəlmədi maşından düşəndə. Yığdım əmiyə ki, bəs hardadır falan. Sən də metoda getməyibmişlərə, bizi düşüşdüyü yerdəymiş. Qaça-qaça getdim, götürdüm orada, kuloklar da indi. Tamam, inşallah yenə heç nə itirməmiş, heç nə qalmayıb. Ayaqları danışmaq yadımda olmadı. İndi Instagramda bir dənə adam şərhlərə yazdı, oradan yadıma düşdü. Səhnəyə çıxanda mən ən qorxduğum şey bəlkə də yıxılmaqdır da. Adam utanır. Və həmişə də çıxanda sən edirəm, yıxılmayayım da, nə olar yıxılmayayım, elə belə. Yıxıldım bu dəfə. Nəysə, əslində yıxılmadım. Yəni 3-4 dənə pilləkən vardı. Hamısına qalxdım. Axırıncı o birisilərdən daha hündürdü. Nədir? O birisilərə uyğun ayağıma atanda ayağım ilişdi bu pilləkana. Az qalsın yıxılırdım falan. Toparladım özümü. Çox da məncə insan fikir vermədi, amma belə bir şey yaşadım da. Şahlar. Qaydandan sonra üstümüzə sağlıq. Bir dənə yatdım. Çox qəşəng. Ləzzət elədi belə özümə də. İndi oyanmışam yuxudan. Saat hal-hazırda 6-nın yarısıdır. 6-nın yarısıdır. Biraz gec-gec danışıram. Çünki fikirləşməyə çalışıram nə deyəcəyəm falan. Bir dəqiqə beynim dayanıb kimi bir şeydir. 8-i biz bir olimpiyadaya getmişdik. Bilmirəm, bilirsiniz ya yox. Kopernik olimpiyadası. Bundan mən 62.5 bal yığmışdım. 62.5 bal yığmışdım. Bəs bürünc medal alırdım da. Burada balla idi, keçid bal var idi. 50'ni keçənlər bürünc, 75 keçənlər gümüş, 90 keçənlər qızıl alırdı. Nəysə, bundan bürünc almışdıq və dünənləri 1.5 bal geri qaytardılar bizə. Nəsə səhvliyi var idi, neydi? Aldı mənim balım 64. Bəs bu gün də faizə çevirdilər şeyi. Adı nədir? Yəni faizlə aldırdılar da top nəticələrə görə. İlk 5% qızıl, 10% gümüş, neçə faiz? 20% yəqin, yox, 5% qızıl, 10% gümüş. Yəqin bir 20% falan da bürünc. O bürünc yadımda qalmadı. Çünki bilirdim də 64 baldan mən gümüş alacaqmı fikirləşirdim, amma bu günlərində qrupa yazdılar ki, bəs Asim qızıl almışsan, yəni qızıl almışammış, qızıl almışam. Bunu deyirdim. 22-də başqa bir medal vermə olacaq. Oradan inşallah 3 dənə qızıl, bir dənə bürünc medal götürəcəyəm. EMC-dən qızıl, Fisomentikdən qızıl, Kopernikdən qızıl, Fisometdən bürünc. Zarafatsız keçən il mən Kopernikdən heç nə almamışdım. Kopernikdən Honorable düşmüşdüm də. Yəni prosta sertifikat almışdım. Bu il amma qızıl aldım. Yəni üstünə qoymuşammış keçən il ki, biliyimin. Yaxşı, xoşum gəldi özümdən belə. Bu video mən burada qutarım. Çünki bundan sonra düzəməlli bir şey çəkmərəm böyük ehtimalla. Çünki eləməli bir şey yoxdur. Nə çəkim? Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənə qədər sağ olun, salamat qalın.